Yəni, ilk həmsöhbətim futbol blogeri Nurel Kərimdir. Nurel bəy, sabahınız xeyir olsun. Sabahınız xeyir olsun. Yəqin ki, izlədiniz. Siz Neftçi Azarkeşi səhv etmirəmsə, dünənki oyunu hər kəsdən daha diqqətli izləmişsiniz yəqin. Ümumiyyətlə, birinci gəlin, hesabı qoyaq bir kənara, komandanın ümumi oyun keyfiyyətindən danışaq. Yəni, hesab onsuz da aydındır. Oyuna çox sürətli başlayan komandanın birdən-birə sanki yanacağı bitdi. Bunu sizcə nə ilə əlaqələndirmək olar? Bizim çox məşhur bir aforizmimiz var, onunla başlamaq istəyirəm. Aha, buyurun. Deyir, desəm öldürərlər, deməsəm ölürlər. Neftçi haqqında da indi biz danışanda əsəbləşirəm, danışmayanda da adam döyək bax deyir. Bəli. Həqiqətən də elə bir oyundan, biz oyun vaxtı da şəxsi qeyd elədi. Sonuncu dəfə 90-cı illərdə baş vermişdi bu Neftçidə. Önə keçib ardıcıl toplar buraxmalı. Və həqiqətən də bizim üçün çox məəssedici bir haldır ki, uzun fasilədən sonra yenidən Avroliqa qayıdan Neftçi, gözləntilərimiz də böyüdü bu dəfə. Amma mən deyərdim ki, komandanın oyunu beynində bitirməsi əsas problem oldu. Oyundan qabaq mən bir video paylaşmışdım Dinamo Minsk barədə, analiz olaraq, təhlil olaraq. Və təxminən 10-15-ci dəqiqələrdə ora bir rəy gəldi azarkeşlər tərəfindən ki, deyir, qardaş, niyə əziyyət çəkirsən bu qədər? Onsuz da Dinamo Minskdə, yəni Neftçi bunu keçir, artıq hesab 2-0-dır. Dedi, elə Braqanın oyunun təhlillərini hazırlayaq. Məncə təkcə o azarkeş elə düşünmədi. Neftçinin meydanda olan 11 oyuncusu da həmin vaxt onu düşünürdülər. Artıq Dinamo Minsk oyunu bitib, başladılar Braqanı fikirləşməyə ki, necə olacaq rəqibi keçmək və tamamilə oyundan qopmuşdular. Yəni, biz bunu görürük futbolda ki, 80-ci dəqiqədən sonra komandalar belə oynayır ki, yəni bitsin, artıq çıxaq edək, istirahətimizi eləyək, efor sərf eləməyək. Amma Neftçi qarşısında 80 dəqiqə ola-ola bu oyuna keçməyə başladı, daha çox qorxaq futbol oynadı. Bir də əsas problemlərdən biri komandanın fiziki hazırlığının çox zəif olmalı idi. Bu açıq-aşkar hiss olunurdu. Bir oyuncu hazır olmaya bilər, iki oyuncu hazır olmaya bilər. Amma komandadakı bütün oyuncular qasa bilmirlər, çevik deyirlər. Onsuz da fiziki üstünlüyü Dinamo Minsk komandasındaydı. Həm daha cüssəli futbolçulardır, həm bir yerdə uzun müddətdə artıq oynayırlar. Amma komanda bu qədər də, yəni belə deyim də, fiziki olaraq çatışmamaqda ola bilməzdi. Bu komanda təlim məşq toplanışı keçib. Təlim məşq toplanışı necə keçirilib? Bunu son dəfə biz, yadınızdadırsa, Şkenderbey oynamışdı, Neftçinin başına gəlmişdi, Çempionlar Liqasında. Elə ondan sonra da Neftçidə düşüş başlamışdı. Onda da sanki təlim məşq toplanışı keçirilmədən oyuncular gedib 2 ay bir-birlərindən ayrı istirahət edib, birdən-birə sanki ilk məşqə sıxmış kimi oynamışdılar. İndi də eyni vəziyyət baş verdi. Yəni, bu komanda analiz edəndə biz görmüşdük ki, Dinamo Minsk necə oynamağı sevir. Müdafiədən uzun toplarla çıxır, daha çox ön xəttdə pressing eləyir, amma 3-cü bölgədə artıq rəqib çıxandan sonra üstünə daha çox getmir, gözləyir rəqibi. Yəni, bütün bu nüansları bilə-bilə sanki Neftçi elə oynadı ki, tamamilə Dinamo Minskin oyun planına uyğun gəlsin. Yəni, bu komandada transferlər var, özünüz də gördünüz, 2 yerdə oyuncudan sıxılmışdı, 9 legionerlə. Mustafa Sek nəyə lazımdır məsələn? Yeri gəlmişkən, onu soruşa deyəcəkdim mən. 2 yeni, 2 köhnə müdafiəçi var idi dünən heyətdə. Səhv etmirəmsə, Sako ilə Ribeiro artıq Neftçi, yəni ötən mövsümdə çıxış edirdilər Neftçidə. Bu Sek barədə soruşmaq istirdim mən də. Gravion və Sek yeni cəlb olunublar komandaya və müdafiəsi Neftçinin açığı bu nə Avrokuboklarda, nə də ki, ən azından dünən gördüyümüz oyuna baxaraq belə bir nəticəyə gəlmək olar ki, nə Avrokuboklarda, nə də elə ölkə çempionatının mübaridə aparmağa hazır deyil. Müdafiə, bir dənə məqam hiss olunurdu ki, müdafiədə o əsas müdafiəçi olur bir nəfər, dirijor deyək. Həm müdafiə, həm də müdafiənin önündəki yarım müdafiə xəttini idarə edən insan. O futbolçuları sağa sola qaçırdan, yəni komanda yoldaşlarını, o sistemi quran, o fiqur yoxdur Neftçidə. Müdafiə onsuz da hiss olundu ki, sanki elə bir müdafiəsiz komanda çıxmışdı oyuna. Sekin yerinə Rüfət Abbasov daxil oldu. İndi adamda sual yaranır ki, əgər Rüfət Abbasovdan çox mu daha yaxşı idi Sek? Birinci hissədə 15-20 dəqiqə mən razıyam. Sekin yaxşı oyun göstərməyi var idi. Amma bütün qollar, belə deyim də, fərdi səhvlərdən vuruldu. Birinci qolda Emil Balayevin səhvi var idi. Sonraki 3 qolun hamısı müdafiədəki oyuncuların səhvlərindən idi. Hərəsinin öz bir səhvindən bir qol baş verdi. Hücum xəttinin mərkəzində biz baxırıq, yeni transfer var. Ayel Limasoldan gəlib, səhv eləmirəmsə, Yunanistan təmsilçisindən. Nə oyun göstərir, ümumiyyətlə onu başa düşmək olmur. Sessidə Almeyda daha mı yaxşı Demir Səfərovdan əsas heyətdə başlayır. Rəqibin 9 oyuncusu Belarus oyuncuları idi, yəni yerli oyuncularla oynuyordu. Bizdə isə tam əksinə idi və nəticə də ortadadır.
Bu komandanı yenə qeyd edirəm. Siz dediyiniz kimi, yəni nə oyun qurucu oyunçusu var, nə müdafiənin mərkəzində bir oyunçusu var. Belnidub yaxşı baş məşqçidir, amma gəlin indi açıq danışaq da. Neftçi 4-cü yerdə bitirdiyi üçün az qala biz bayram keçirdirdik ki, Neftçi qayıtdı, özünə gəldi. Daha üstü olan komandalar kim idi? Sabah, Qarabağ, Turan idi. Yəni bunlardan daha altda bitirmirsən. Onsuz da səndən aşağıda olanlar ya yeni liqaya qalxan komandalar idi, ya büdcəsi olmayan komandalar idi. Bu artıq bizim üçün böyük sensasiya oldu. Çünki komandanın elə bir vəziyyətə qalmışdı ki, artıq 4-cülük Avropaya yenidən vəsi qazanmaq belə Neftçi üçün böyük uğur idi. Amma Neftçi xatırlamalıdır ki, 2012-ci ildə ilk dəfə qrup mərhələsinə düşəndə göstərdiyi uğur vaxtı indi məğlub olduğu komandaların çox əli yaranmamışdı. Elə Azərbaycan liqasında da mövcud olmayan komandalar idi və indi onlarla mübarizədə uduzur, amma müəyyən bir nəticə əldə etdiyi üçün sevinir. Məncə elə problemin əsas kökü buradadır. Neftçi özünə qayıtmalıdır. Məqsədlər daha böyük olmalıdır, hədəflər daha böyük olmalıdır Böyük məqsəd olmalı.